Allah Teala Quran-ı Kərimdə buyurur, deyir ki, İnna salate tenha anil fəhşai vel munkar. Həqiqətən də namaz çirkin və fahiş əməllərdən çəkindir. Aha, gəldik əsas məsələyə. Biri deyə bilər ki, hocam, bəs biri namaz qılır, amma pis əməllərdən çəkinmir. Ona bilirsiniz nə deyirik? Deyirik ki, onun qıldığı həqiqi namaz olsa pis əməllərdən çəkinərdi. Necə ki, alimlər də belə deyir. İndi bir dənə də məsələ deyim, fikir ver. Deyirsən ki, namaz qılır, pis əməllərdən çəkinmir, düzdürmü? Pul kimdə olur? Varlılarda, düzdür? Yaxşı, sən nəyə görə pis əməllərlə məşğul olan varlıları görəndə puldan soyumursan? Puldan soyumursan, pula nifrət eləmirsən. Varlıd da, pul kimdə olur? Varlıda olur. Onda pula niyə nifrət eləmirsən? Onda sən niyə pis namaz qılanı görəndə namazdan soyuyursan? Sənə sual verirəm. Cavab ver. Niyə namaz qılandan namazdan soyuyursan, pis namaz qılan görəndə? Sən dinə bax da, dinin özünü öyrən. O pis müsəlmandır, eybi yox, sən yaxşı müsəlman ol.